Bakı vaxtı ilə saat 19-da. Sağlamlıqla bağlı suallarınıza dərhal cavab tapmaq istəyirsiniz? Ən yaxşı həkimləri sizin üçün əl çatan edəcək. Sadəcə radio diaqnoza qoşulun və canlı efirdə ilkin diaqnozu bizdən eşidin. Həftə içi 5 gün saat 19:00-da Radio Space 104 FM-də Amil Hacıyevin təqdimatında dinləyə bilərsiniz. Radio diaqnoz. Unutmayın, düzgün diaqnoz doğru həkimi tapmaqdan başlayır. Akşamınız xeyir olsun. Space 104 FM. Sevilen radyonun dinleyicileri. Yine öz vaktimizde biz verişimize başlayırıq. Radyo diaqnoz. Bəli, bizim şüarımız bellidir. Düzgün diaqnozun qoyulması, düzgün həkimin tapılmasından keçir. Biz de çalışırıq ki, verişimizde düzgün, doğru həkimləri tapaq və sizi öz sahəsinin ən peşəkar mütəxəssisləri ilə görüşdürək, səhhətinizlə bağlı yaranmış suallara cevap verək. Təbii ki, Bakının bugün tıxacı digər günlərlə müqayisədə daha çoxdur. Avtomobilinizdə 104 FM-ə köklənin və səhhətinizlə bağlı sualları ünvanlayın. Və bugün bizim çox maraqlı bir qonağımız var. Çox gözəl bir həkimimiz studiyamızdadır. Elvin Ələskərov. Doktorumuz qulaq, burun, boğaz xəstəlikləri və baş, boyun cərrahiyyəsi uzmanıdır. Türkiyədə təhsil alıb, orada fəaliyyət göstərib və hazırda nə gözəl ki, doktorumuz qərar verib ki, yenidən öz vətəninə qayıtsın, burada fəaliyyət göstərsin. Onu da qeyd edim ki, doktorumuz Harmony Health Hospitalda fəaliyyət göstərir. Hospitalda doktorumuzun müayinəsinə yazılmaq istəyənlər 010 464 55 55 012 464 55 55 ünvanına nömrəsinə yaza, zəng edə bilərlər. Salatin Əskərova 147 ünvanında yerləşir və eyni zamanda bizə WhatsApp üzərindən yazıb suallarınızı verə bilərsiniz. 077 800 01 04 nömrəsi bizim qaynar xəttimizdir. Yox, birbaşa doktora sual vermək istəyirsinizsə efirimizə bağlana bilərsiniz. 012 510 32 78 bizim nömrəmizdir. Buyurub suallarınızı verə bilərsiniz. Elvin doktor, hoş gördük, axşamınız xeyir olsun. Hoş gördük, çok sağ olun. Çok sağ olun. Doktor, qısa məlumat verdim sizin barədə. İstəyərəm bir özünüzü tanıdasınız. Ben de başlamadan önce aziz dinleyicilerimize salamlayıram. Onlara hoş ve sağlam həyat arzulayıram. Ben qulaq burun boğaz xəstəlikləri uzmanı ve baş boyun cərrahiyəsi uzmanı Elvin Ələskərov. Təhsilimi İstanbul Üniversitesi İstanbul Tıp Fakültəsində bitirmişəm. 6 illik tıp təhsilini, diğer adı olarak çap olarak bilinir. Daha sonra tıbda uzmanlık imtihanı, diğer adı TUS olarak bilinen imtihanda kulak burun boğaz ixtisasını kazanmışam ve bunu da İstanbul Üniversitesi Cerrahpaşa Üniversitesi'nde 5 illik təhsilimi bitirdikten sonra daha sonra orada başka bir üniversitede 6 ile yakın hem kulak burun boğaz uzmanı olarak hem de doktor öğretim üyesi yani müəllim olarak da faaliyet göstermişəm ve az önce de qeyd ettiğiniz gibi artık Harmony Health Hospital'da faaliyet gösterirəm və vətənimizdə insanların sağlığıyla əlaqədar onların nə suallar olursa onlara cevap vermeye hazırım. Çok güzel bir işti. Öz vətənimizə qayıdıb artıq siz yetişmiş peşəkar mütəxəssissiniz. Eyni zamanda Türkiye'de qeyd etdiniz, müəllim kimi işləmişsiniz və çox gözəl bir xəstəxana seçim etmişsiniz. Harmony Health Hospital və Harmony Health Hospital'a həm rəhbərliyinə, həm kollektivinə təşəkkür edirik. Bizim yayınımızda göstərdiyi dəstəyə görə qeyd edək ki, Harmony Health Hospital
tibbin yüksək keyfiyyəti və etibarlıq standartlarını tətbiq etmək məqsədi ilə fəaliyyət göstərir. Hospital müasir infrastrukturu və beynəlxalq səviyyədə tanınan texnologiyalar ilə hər bir pasientə xüsusi diqqət ayırır. Bura peşəkar həkimləri ilə diaqnostikadan müalicəyə, reabilitasiyadan profilaktik tədbirlərə qədər hər mərhələdə yüksək xidmət göstərməyə hazır müasir səhiyyə ocağıdır. Klinikada hər yaş qrupundan olan pasientlər üçün fərdi yanaşma təmin edilir, onların sağlamlığına uzun müddətli dəstək göstərilir, xidmətin keyfiyyətini daim inkişaf etdirmək və daha geniş spektrli xidmətlər təklif etmək əsas məqsəddir. Sağlamlıqda etibarlı tərəfdaş olmaq üçün siz də Harmony Health Hospitala dəvətlisiniz. Elvin doktor da həmin hospitalda fəaliyyət göstərir. 010 464 55 55, 012 464 55 55 telefon nömrələridir. Salatın Əskərova 147 ünvanında yerləşir. Doktor, mövzumuz bəllidir. Qulaq, burun, boğaz xəstəlikləri, eyni zamanda baş boyun cərrahiyyəsi. Sizin ixtisas uzmanlıq sahənizdir. Elə başlayaq birinci doktor, qulaq xəstəliklərindən. Qulaq ağrısı. Bu hamımızı narahat edən, məncə ağrılar içində ən şiddətlərindən ilk yerlərdə bəlkə də duran biridir. Xüsusilə uşaqlarda narahatlıq yaradan. Yəni qulaq funksiyası, onun xəstəlikləri və daha da pisləşmə halları, hətta mən bilirəm ki, qulaq xərçəngi ilə qədər çevrilən bir xəstəliklər var. Sizi dinləyirik. Bəli, qulaq bildiyimiz kimi insanı insan eləyən ən önəmli orqanlardan bir tanəsi də bizim qulaqdır və bu qulaqdan çox ciddi dərəcədə həm uşaqlıqda eşitdiyimiz andan etibarən çevrə ilə bağlantı qururuq və bu öz yaxınlarımız, atamız, anamız, onların səslərini eşidirik, onlara qarşı reaksiya veririk və bizim inkişafımızda, beynimizin inkişafımızda eşitmə çox önəmli rola sahibdir. Bu qədər önəmli olan bir orqanda təbii ki, problemlər olduğunda çox ciddi dərəcədə əgər vaxtında müdaxilə edilməzsə ciddi sonuçlara doğura bilir. Qulaq çevrəsi çox ciddi dərəcədə və çox zəngin sinirlərə sahibdir. Ona görə qulaqda olan hər hansı bir problemdə çox az öncə də qeyd etdiyiniz şiddətli ağrılar törədə bilir və bu uşaqlarda çox sıx görürük. Daha çox 3 yaş, 10 yaş arası uşaqlarda qulaqlarda şiddətli ağrılar bəzən dözülməz səviyyələrə gələ bilir və valideynləri çox ciddi dərəcədə narahat edə bilir. Uşaqların məktəb həyatını təsir edə bilir. Daha çox nəyi görürük uşaqlarda? Otit dediyimiz qulaq enfeksiyalarıdır. Və bu uşaqlarda daha çox orta qulaq enfeksiyası, otit olaraq da bilinir xalq arasında. Bu qulağın təbil pərdəsinin enfeksiyası ya da orta qulağın enfeksiyası olaraq keçir və bu uşaqlarda daha çox olmasının səbəblərindən bir dənəsi tamamən onların gəlişim mərhələsində olması və qulaqda orta qulağın özü ümumiyyətlə çox havalanmasının uşaqlarda biraz daha zəif olmasına bağlı olaraq üst tənəffüs yolu enfeksiyonlarından sonra çox sıx görürüz qulaq iltihablarını ya da otitləri. Əgər belə bir durumda daha çox uşaqlarda qulaq ağrısı, temperaturun yüksəlməsi və vaxtında müdaxilə edilmədiyində qulaq pərdəsinin deşilməsi və axıntının xaricə doğru axması şəklində özünü göstərə bilir. Bu şikayətlərimiz olduğunda əgər qulaqda ağrı və temperatur da bərabərində varsa, təbii ki, müayinədən keçmemiz lazımdır və bu müayinədə biz qulağın endoskopiyasını ya da mikroskopik olaraq az öncə sadaladığımız qulaq zarına baxırıq, xarici qulaq yoluna baxırıq və burada hər hansı bir patolojiya, bir normal xaricində bir şeylər varmı, onlara baxırıq və az öncə söylədiyimiz kimi orta qulaqda, yəni otit dediyimiz problemləri daha çox sıx görürük. Əgər qulaq zarında deşilməyə qədər keçən bu otit problemləri, o zaman biraz daha müayinədən sonra dərman tədavisi müalicəsinə başlayırıq və valideynlərə
eğer kulak zarında delinmişse kulağa su kaçırmaması gerektiğini tembihledik. Çünkü az önce de söyledik, kulak harici kısmı var, bir de iç kısmı var. Bu iç kısmı beynin çok yakın yerinde yerleşir ve bu enfeksiyon eğer vaktinde müdahale edilmezse daha da önemli organlara doğru sıçrayabilir. Bu başında beyin gelir, onun haricinde yüzümüzün siniri var, daha çok üst sinirine tesir edebilir ve kronikleşebilir. Yani Doktor, sual dinləyicilərimiz soruşur, doktorun iş yerinə bağlı. Bir daha qeyd edim ki, doktorumuz Harmony Hospitalda fəaliyyət göstərir. Salatın Əskərova 147 ünvanında 010 464 55 55 012 464 55 55 telefon nömrələridir xəstəxananın. 012 510 32 78 bizim studiyamızın nömrəsidir. Buyurub zəng edə bilərsiniz. 077 800 0104 isə bizim qaynar xəttimizdir. WhatsApp üzərindən doktora suallarınızı ünvanlaya bilərsiniz. Doktor, uşaqlarda danışdınız ki, 3-10 yaş arası daha çox rast gəlinir. İndi bunun bizdə, siz də burada böyümüsünüz, Türkiyə çarə, yəni bizdə bu bir dəbdir. Məsəl üçün, çox eşitmişəm. Körpə uşağın qulağı ağrıyır, qırmızı soğan tap suyunu damcılar, qaz yağı damcılar, duz qızdır qoy. Bəs bu məsələ ilə bağlı bir mütəxəssis, uzman kimi mövqe, bunun xeyri mi var, yoxsa daha da mı pisləşə bilər? Yani çok güzel qeyd ediniz. Bəli, çok sık görürük. Yani bize kulak ağrısı çok şiddetli olduğunda bazen valideynler soğan suyu, duz koymak ya da başka versiyalar çoktur saymakla dediğiniz gibi. Ama bunu yani deyik olarak söyleyebiliriz ki bu dediğimizin yöntemlerin hiçbiri az önce eğer kulakta orta kulağında iltihap varsa ya da kulak zarı delinmişse hiçbir faydası yoktur. Ama eğer kulak soğan suyu ya da herhangi bir harici bir materyal kulağa damlattık, o kulak içinde kaldıysa daha sonra enfeksiyonlara ve problemin daha da ağırlaşmasına sebep olabilir ve biz çok bazen normal muayene sırasında kulakta harici cisimler, yani normalde olmaması gereken işte soğan, az önce söyledim, soğan suyu ya da tuz yığıldığını görebiliriz ve bunların en önemli problemi az önce söylediğimiz gibi kulağın haricinde kalıp tıkaç olup duymasını, işitmesini daha da azaltabilir ya da enfeksiyona sebep olabilir ve bu kimi komplikasyon, yani ağırlaşmaları çok sık görebiliriz. Ona göre biz eğer kulak ağrısı çok şiddetli o derecede varsa çok sade ağrı kesiciler ve bunlar şurup şeklinde olur uşaqlarda, sürüp şeklinde ya da en yakın kulak burunboğaz mütəxəssisin görməsində en yakın Əslində zamanda. uşaqlarla bağlı risk etmək olmaz, mütləq mütəxəssisə görmək lazım. Daha da önemlisi az önce ağrı aslında bizim için bir həkimə getmə səbəbidir, ama uşaqlarda daha çok altını çizmek istediğim bir amil daha var kulakla əlaqədar problemdə. Kulak orta kulakta mayenin yığılması, su yığılması daha doğrusu. Bu biraz daha ağrıya göre daha sinsi dediğimiz yavaş yavaş ilerler. Bazen uşaqda hiçbir ağrıya sebep olmaz. Valideynin de haber olmaz. Məktəbdə müəllimi deyə bilər ki, uşağın eşitməsində bir azalma var. Ya da uşaqlar televizor ya da hər hansı bir video izlədiyində onun səsini həmişə yüksəkdən açmaq istəyi ola bilər. Bunun səbəbləri və az önce söylediğim gibi orta kulak, yani təbil pərdəsinin arkasına maye yığılmasıdır və bunları yine 3-10 yaş uşaqlar arasında çok sık görebiliriz. Yani bunların anatomik kuruluşundan sebep bunlarda bu maye varsa o mayenin önce mualicesini, eğer mualiceye cevap vermirse bunu valideynlerle paylaşıp
Çünkü az önce de söyledik, uşaqlarda eşitmenin zayıf olması onların harici ortamlara karşı reaksiyalarında azalmalara sebep olur. Onların məktəb həyatında, onların beynin inkişafında mənfi təsir göstərebilir. Çünkü bildiğimiz gibi uşaqların beyni hələ də inkişaf mərhələsindədir. Eğer onlarda bu şekilde uzun sürede devam edən eşitmədə problem varsa, mahiyə yığılmasından şübhələnməmiz gerekir. Doktor, teşekkür edirəm ətraflı məlumat üçün. Dinləyicimiz zəng vurub, indi onu eşidək. Yəqin ki, sizə sualı var. Bəli. Axşamınız xeyir olsun. Salam, axşamınız xeyir olsun Amir bəy, Elvin doktor, necəsiz? Sizin daim dinləyiciniz Rəvan İbrahimov'u narahat edirəm. Teşekkür edirəm. Amir bəy, Elvin doktora bir sualım var. Buyurun. Olar verim. Buyurun, əlbəttə buyurun. Bu qulağın yuyulmasına, tez yuyulmasına, onun səbəbi, onun zərərli, nə dərəcədədir zərərli və yaxud da xeyri? Verin, biri 6 aydan bir belə deyim ki, qulaqda probka yaranır, yuyulur, yuyuluram uşağın qulağın, yəni ona görə sual vermək istəyim. Onun yəni qarşısını bir dəfə almaq olar mı? Çok sağ olun. Teşekkür ediyorum Rəvan bəy, bizi dinlediğiniz için ve sualınız için de Elvin doktor indi sualınızı cevaplandıracak. Sağ olsun, izleyicimiz çok sık görülen bir problemden sual verirdi. Kulak yuyulması ya da kulakta propların ya da kulak kirlerinin temizlenmesi. Bu bizde bizim de pratikamızda çok sık karşılaşırız. Kulak kiri normalde herkeste olan bir sekresyon dediğimiz harici kulak yolumuzda olan kulak bezlerinden sekresyon olur ve bunların en önemli fonksiyonlarından bir tanesi təbil pərdəsinə giden toz ya da herhangi bir cisimciklərin təbil pərdəsinə geçmesini engelleyir. Bəzən harici kulak yolumuzun anatomik kuruluşuna bağlı olarak ya da az önce söylediğimiz bu sekresyon, yani kulak kiri sekresyona sebep olan vəzlərin həddindən artıq çalışmasına bağlı olarak tıxaçlar görebilirik. Yani harici kulak yolunda hava yolunu bağlayan tıxaçlarla karşılaşabilirik. Ve bu pasiyentlerde eşitmede azalma, harici kulak yolunda tıkanıklığa sebep olur. Az önce söyledim, yani bu herkeste olmuyor. Yani o yüzden yani həmişə insanlara, yani eğer kulak yolunda herhangi bir tıxaç ya da herhangi bir eşitmede bir azalma hissi yoksa, normalde insanların kulağında kulak kiri olur ve bu zamanla yavaş yavaş biz gündelik hayatta danıştığımızda, yemek yediğimizde çene hareketlerinden bu kulak kiri yavaş yavaş harice doğru tökülür. Ama az önce söylediğimiz gibi kulak yani harici kulak anatomik kuruluşu içe doğru olanlar ya da həddindən artıq kulak sekresyonu olan pasiyentlerde bunların ara kulak burun boğaz muayenesinin olmasında fayda var. Yani kulak burun boğaz muayenesi dediğim az önce kulak yuyulması değil de artık yuyulmasını da çok önceler çok sık olunurdu. Yani kulağı biz suyla, təzyiqli suyla çok önceden kulağı yuma dedim, harici kulak yolunu yuyup kulak kirini harici çıkartmaya çalışırdık ama son zamanlarda artık onların yerine aspiratör dediğimiz nasoslarla basınçla çekirik. Yani bunun en önemli değişim sebeplerinden bir tanesi kulak yuyulması çok tercih edilir çünkü kulak perdesine zarar verebilir. En önemlisi de herkesin kulak yuyulması gerekmiyor. Herkeste daha çok kimlerde biz öneririk, daha çok biz az önce söylediğim gibi kulakta kulak kuruluşu farklı olanlarda, kulak bezi çok sekresyon olanlarda. Ama buna biz neyi görürük pratikamızda? Bəzən insanların kulak çöplerinden artık alışkanlık ve olduğunu görürük ve həmişə kulak çöpünden harici kulak yolunu oraya
təmizləməyə çalışırlar. Əslində bu qulaq çöplərini, yəni o şəkildə təmizləmə olmur. Biz tam tərsi qulaq çöplərini istifadə edərəkdən qulaqdakı kirləri biraz da içə doğru ittiririk və daha da çıxılması zor o dediyimiz probkalara, tıxaçlara səbəb ola bilirik. Çox sağ olun doktor, ətraflı cavabınız üçün. Space 104 FM-də qısa bir reklam fasiləmiz var, ondan sonra davam edəcəyik. Sağlamlığın üçün elindən gələni et. 012 510 32 78 nömrəsini yığ və sualını həkimə ver. Umid mağazalarından möhtəşəm indirim. Neot kombi 24 kW indi 623 manat değil 569 manat. Neot yağ radiatoru 97 manat değil cəmi 88 manata. Dəyərlə gedir. Yaxşı. İndi hocam, keçək burun estetik əməliyyatları, burun nəfəs alma, burun xəstəlikləri. Neden herkes bu çok moda? Niye herkes burun estetik olmaya çalışır? Neler değişti? Yani son vaxtlarda neler değişti? Bütün dünyada da çok sık bu estetik ameliyat olunur. Bizə oradan gəldi. Orada da indi belə dəbirliklə dünyada bir moda kimi hər şey qalır. Plastik. Ünvan Atatürk Prospekti 118A. Neoplaza. Ses biraz 050 günün sonunda Gözden danışın, rahat olun. Sizi burada kontrol edirik. Bir gün yok. Her zaman süper kıymetler. Tam store market Bir şeyde fabdan sonra çıkıyor. Fab sesi işittim, avtomat sonra. Ondan sonra da şapkayla çıkıyor. Yoksa yok, şeyle çıkar. CSN tesi açıyor. Kesin, bir nömrendeyiz. 400 gram test çay çeşitleri. 7 manat 79 qəpik olacaq. Tam store. Tam istediğiniz market. Akşehir'de premium yaşayış kompleksi Ruffle Edition 30% mesela kimler risklidir? Yani baş burun bölgesine geçen de onu söyleyeceğim. Sigara içen vermem. ve 050 288 4919. Avtomobilinizin Biz Medipol'da ortalama bir 7 yıl orada çalıştım. Orada çok sık giderdik. Ya, Arada filmlere. Burada təmir, detailing, avto yuma və digər xidmətlər həyata keçirilir. Xan Avtoservis bir avtoservisdən daha fərqli və üstün bir məkandır. Avtomobiliniz bu məkanda işgal və etibarlarla olacaq. Avtoservis, avtomobilinizin ikinci evi. Ünvan Babək Prospekti. Bu da söndürən, yəni bu da söndürən. Mesela avtomobil 708 mahnı bitmədən o birisinə keçir. Bir saniye o kesin effekt, yəni mix effekti var. en büyük yeniliş olsun. Bundan sonra hələ reklam çıxış gedəcək sonra. Mən dünən nə də çaşdım. Elə bilirəm ki, bir yazılırsa o artıq efirdədir. Gece unudulmaz anlarla dolacak. Bir yani bundan sonra birinci bu. Ya, Safir bunu Gülüyor, götürüm. Sevda Yahyayeva, koyuyorum böyle. Natavan Bu bilirəm o məcburdur. Ceyhun Zeynalov, Böyle de işte. Namik Qaraçxoylu, Amina Şirin, DJ Veli Ceynara, Respublikanın əməkdar artisti Ədalət Şükürov, ülkenin əsas ulduzu, Respublikanın xalq artisti Rüya Ayxan, aparıcı Cavid Gül, informasiya dəstəyi Space TV, Space Reklam çıxış Radio, gedəcək. əlaqə 050 416 96 96. Lap belə mahnı da geliyor var. Mahnı geliyor, biraz aşağı o skips. Öyle de var. Her bir şey demek. Buradan sen geldin. Şok indirimler. Fabur demir yapıştırıcısı. 7 manat değil 6 manat 30 qəpik. Fab faydasını alanlar bilir. Məhsulu bütün inşaat Hocam, hazır olun. mağazalarından alabilirsiniz. Sağlamlığın üçün elindən gələni et. 012 510 32 78 nömrəsini yığ və sualını həkimə ver. Bir daha akşamınız xeyir olsun. Space 104 FM'də radyo diagnoz efirdədir. Çox gözəl bir həkim mütəxəssis qonağımızdır. Bugün biz qulaq, burun, boğaz xəstəlikləri, eyni zamanda baş və boyun cərrahiyyəsindən danışırıq. Uzman doktor Elvin Ələsgərov bizim qonağımızdır. Doktorumuz Harmony Health Hospitalda fəaliyyət göstərir. Qeyd edək ki, bizim yayında da göstərdiyi dəstəyə görə Harmony Health Hospitala
və onun rəhbərliyinə, kollektivinə təşəkkür edirik. Harmony Health Hospital tibbin yüksək keyfiyyət və etibarlılıq standartlarını tətbiq etmək məqsədi ilə fəaliyyət göstərir. Hospital müasir infrastrukturu və beynəlxalq səviyyədə tanınan texnologiyalar ilə hər bir pasiyentə xüsusi diqqət ayırır. Bura peşəkar həkimləri ilə diaqnostikadan müalicəyə, reabilitasiyadan profilaktik tədbirlərə qədər hər mərhələdə yüksək xidmət göstərməyə hazır səhiyyə ocaqdır. Klinikada hər yaş qrupundan olan pasiyentlər üçün fərdi yanaşma təmin edilir, onların sağlamlığının uzun müddətli dəstək göstərilir. Xidmətin keyfiyyətini daim inkişaf etdirmək və daha geniş spektrli xidmətlər təklif etmək əsas məqsəddir. Sağlamlıqda etibarlı tərəfdaş olmaq üçün siz də Harmony Health Hospitala dəvətlisiniz. 010 464 55 55 012 464 55 55 Salatın Əskərova 147 ünvanında fəaliyyət göstərir. Doktor, istəyirəm biraz da biz burun xəstəliklərindən danışaq. Çünki burun nəfəs almada əsas orqandır. Bizə sadə də görünə bilər. Bəzən bizə sadə dediyim gözəllik üçün yalnız görünə bilər, amma burunun daxili quruluşu çox mürəkkəbdir. Ümumiyyətlə, son dövrlərdə nəzərə alsaq ki, estetik cərrahiyyənin, burun estetik cərrahəsinin, rinoplastikanın da inkişafının pik həddini yaşayırıq, daha da inkişaf edir. Ümumiyyətlə, burun estetik cərrahiyyəsində burunun həm gözəllik, həm bir nəfəs alma orqanı kimi funksiyalarından danışaq. Burada bizim çoxumuzun yanlış bildiyi doğrular var və yaxud doğru bildiyi yanlışlar var. Bununla bağlı sizdən bir məlumat istəyirəm. Bəli, çox gözəl qeyd ediniz. Burun üzümüzün tam ortasında həm estetik olaraq, həm nəfəs alma kimi çox önəmli bir funksiyayı görən bir orqandır. Və az öncə də qeyd etdik, yəni burun estetiği artıq sadəcə Azərbaycanda ya da Türkiyədə deyil, bütün dünyada çox yəni sıx əməliyyat olunan 10 estetik əməliyyatlar arasında saya bilərik. Bəli, nədən bu qədər çox əməliyyat istəyirik? Nədən burun estetiği hər kəs olmaq istəyir? Yəni az öncə də söyledik, burnun en önemli fonksiyonlarından bir tanesi nefes alma, yani doğru nefes almak, sağlam yaşamın en önemli amillerinden birisidir. Yani burnun harici görünüşü çok güzel olabilir ama bunun içinde problemler devam ederse artık pasient belli bir süreden sonra artık yaşamını mənfi təsir göstərir, bütün həyatını mənfi təsir göstərir. Artıq onun estetik ya da gözəlliyin bir mənası qalmır. Mənası qalmır, bəli. Yəni bu gözəllik həm funksiyon olaraq olması lazım, həm də görünüş olaraq olması lazım və bir-birlərini tamamlaması lazımdır. Burun estetiği neden çok istəyirik? Bildiyimiz kimi artıq hər kəsin mobil telefonu var və hər kəs telefonları çox sıx istifadə edirik və onlardan selfie dediğimiz öz çəkimləri çox sıx edirik və daha yaxından çəkimlər edirik və bunları sonrasında analiz etdiyimizdə pasiyentlərimdən ən çox geri dönüş olaraq mən burnumun bu tərəfini bəyənmədim və eyni zamanda nəfəs almada da problem yaşayıram. Ona görə burun estetiğində, yəni bir əməliyyatla hər iki problemin də çözülməsini istəyirəm şəklində gələnlər daha çox. Bəli, yəni burun estetiğində artıq çox son dərəcə yeni texnolojik cihazlar istifadə edirik və bu cihazlar xəstələrin həm məmnuniyyətinə çox müsbət təsir göstərir, həm sağalma müddətlərinin daha tez olmasına və gündəlik normal yaşantısına daha tez geri dönməsinə müsbət yöndə təsir göstərir. Bunların adlarını çox saymaq istəmirəm. Az öncəki texnolojik cihazlardan bəhs elədim. Artıq bunları burun cərrahisi eləyən hər bir cərrah yəni istifadə etməsini önərirəm, etməyənlərə də. Çünkü yani bunu xəstələrdə həm sonuç, yani həm görünüş olarak həm də fonksiyon dediğimiz nefes almasında daha doğru, daha normal nefes almasında və daha tez sağalmasında təsirini görebilirik praktikamızda.
və bunu xəstələr də görür. Yəni çevrəsindəki olan daha qohumlar ola bilər ya da yaxın dost ola bilər və çox qısa sürədə əməliyyat olub normal yaşantısına, normal yaşamına geri döndüyündə bəzən şaşırırlar, bəzən təəccüblənirlər bu qədər qısa sürədə. Çünki az öncə, yəni 10 il öncəsindəki burun estetiğində istifadə olunan metodlar çox fərqli idi. Sağalma müddətləri çox uzun idi və bəzən həm funksiyası həm də görünüşündə məmnuniyyətsizliklər çox olurdu. Amma son 10 il içində bunların ciddi şəkildə azaldığını söyləyə bilərik. Həm xəstələrimizin məmnuniyyəti, həm də həm görünüş, yəni estetik açısından, həm də funksiyonlar açısından müsbət yöndə irəliləyişi görürük. Əməliyyatın ən önəmli, yəni xəstələrə, hər pasiyentimə söylədiyim, burun yəni hər kəsdə çox fərqli quruluşda ola bilər. Yəni insanların yüz quruluşumuz çox fərqlidir, burnumuz çox fərqlidir. Ona görə də əgər belə bir əməliyyat düşünürüksə, daha çox fərdi yanaşmaq, hər xəstəyə görə yanaşmaq. Yəni mən bu burnu istəyirəm, şəkili gətirib qoyur, məni buna oxşat deyilə bir şey yoxdur. Bəli, kesinlikle. Yəni o dediyiniz, çünki inanın bəzən xəstələrə sevdiyi burnu göstərirəm və bu burnu başqa bir üzə qoyduğumuzda bəyənmir. Yəni çünki biz insanlara görünüş olaraq baxdığımızda sadəcə burnu fokuslanmırıq, bütün yüzü dəyərləndiririk. Ona görə də burun estetiğində estetik görünüşü yəni necə olacağı ilə əlaqədar tamamən üz şəklində göz önündə almaq lazımdır. Fərdi yanaşmaq lazımdır. Çünki profil görüntüsündə sadəcə burun deyil, burnun üst qısmında alın bölgəsi, çənə bölgəsi, yanaqlarımız, bunlar da burnun necə görünməsində önəmli rola sahibdir. Ona görə də əgər estetik düşünən hər xəstədə bunları ayrı-ayrılıqda dəyərləndiririk və buna görə də planlama şəklində gedirik. Yəni çünki az öncə söylədiyiniz kimi başqasının sevdiyi burnu bəlkə də öz üzərində, öz yüz şəklində sevməyə bilir. Çünki burun sadəcə üzlə tamamən harmonik olaraq, yəni daha uyğunlu olarsa, o zaman daha doğal, daha təbii şəkildə görünüm olur və bu da çevrəsində ya da pasiyentin özündə məmnuniyyətin daha da artmasına, özgüvəninin daha da artmasına səbəb olur. Bilirəm ki, Harmony Hospitalda sizinlə yanaşı çox peşəkar estetik burun cərrahları çalışır və yəni studiyamıza da qonaq olub Pərviz Aslanov, Azərbaycanda ən gözəl rinoplastika əməliyyatını icra edən həkimlərimizdən biridir. Siz oradasınız və insanları düzgün yönləndirməyə mən əminəm ki, sizin əsas məqsədiniz budur. Doktor, bəs niyə belə bir təəssürat var? Mən ümumiyyətlə bütün rinoplastika ilə məşğul olan cərrahlara bu sual verirəm. Niyə kənardan hamı yerə gəlir ki, bütün burunlar bir-birinə oxşayır? Əməliyyat olunanlar. Yəni bu da əslində belə deyək də yanlış bilinən doğrulardır. Bəli. Əslində dediyiniz kimi bütün burunlar yəni burunun yəni estetiğinin nəticəsinə təsir edən amilləri sıraladığımızda bir nömrədə xəstənin öncəki burunun anatomik quruluşu və üz şəkli, yəni ən çox bu təsir edir. İkinci təsir edən cərrahın təcrübəsi və seçdiyi metod. Daha sonra bu xəstənin əməliyyatdan sonra yəni bakım dediyimiz normal istifadə edəcəyi doğru dərmanların zamanında istifadə olunması. Həm müalicə, həm bərpa prosesi. Bəli, həm bərpa prosesinin biraz da həssas bir dönəmdir və həm həkim, həm xəstənin bu müddətdə bərabər bu süreci yönetmesi lazımdır. Yəni baxdığımızda bizdə də məslək, yəni
burun cerrahiyesi sürekli elədiyimiz için insanların ilk baktığımızda bazen burunlarına fokuslanabilirik ve təbii burunlar dediğimiz, yani az önce söylediğimiz yani pasiyentin yüzüyle uyumlu burunlar bazen estetik ameliyat olup olmadığını seçmek çok çetin olabilir. Yani Var elə xəstələr və elə əməliyyatlar görmüşəm. bəli. Ve inanın memnuniyet bakımından baktığımızda daha çok bu hastelerde uzun müddette çok yani bu 10 yıl değil, 10-15 yıl diyelim hele de o tabii bir görünüşün devam ettiğini ve hastanın memnuniyetinin daha yüksek olduğunu görebiliriz. Ama bazen pasyentimiz bazen daha da tabii burun değil, daha da estetik olsun ya da hariçten daha çok Ucu dik. bəli, bu istekler de olabilir ve bunları hastalardan emin olacak şekilde çünkü az önce söylediğimiz gibi bu ameliyat sonuçta 3 saat yarım anestezi altında olan bir ameliyattı. Yani kararı tam vermek lazım, kararsızlık ya da ameliyat olunma olmuyor isteksizlik, bunların hamısı çok menfi derecede tesir gösterebilir. Yani tam karar vermek lazım, ne istediğimizi bilmek lazım. Burnumuz bu isteklere karşılayır mı? Onları hekimle beraber oturup Birlikte karar vermek lazımdı. Çox sağ olun doktor, məlumatına görə qeyd edim ki, qonağımız qulaq, burun, boğaz xəstəlikləri və baş boyun cərrahi uzmanı Elvin Ələsgərovdur. Elvin doktor Harmony Health Hospitalda fəaliyyət göstərir, müasir bir sağlamlıq ocağıdır. 010 464 55 55, 012 464 55 55, Salatın Əsgərova 147 ünvanında yerləşir. Qeyd edim ki, bizə studiyamıza zəng edə bilərsiniz. 012 510 32 78 nömrəsini yığın və doktorumuza suallarınızı ünvanlayın. Veya yazmaq istəyirsiniz, səsli mesaj göndərmək istəyirsinizsə 077 800 01 04 nömrəsinə buyurub mesajınızı göndərin. Doktor, burunda bu estetik əməliyyatlar Azərbaycanda var. Doğrudan da ehtiyacı olan insanlar var, ya travma nəticəsində və ya görünüş. Yəni bu əməliyyat varsa insan niyə gözəl görünməməlidir? Təbii bir şeydir bu. Yani kimse bunu qınayırsa mən onun əleyhinəyəm. Yani her bir insanın güzel görünmək, xüsusilə xanımlarımızın güzel görünmək haqqıdır. Ümumiyyətlə dünyada bu tendensiya necədir? Türkiye'de siz orada oxumusunuz, fəaliyyət göstərmişsiniz və daha geniş çıxsaq Avropa, Amerika, Asya. Yani dünyada Türkiye ile baktığımızda neticeler aşağı yukarı aynıdır. Yani Azerbaycan Orada da kardeşlik bir millet olduğumuz için az önce söylediğimiz gibi yani istekler yani istek aynı şekilde burun estetiğine tələbat yavaş yavaş artır. Burada necədir, orada aynı şekildedir. Beynəlxalq yani başka ülkelere baktığımızda Amerika'da da yine burun estetiğinin daha çok arttığını sayılardan görebiliriz. Yani bunları makaleleri, derc olunan makaleleri okuduğumuzda Avrupa'da aynı şekilde görürük ama az önce söylediğim bazen bu coğrafi olarak yani bizim hem Türkiye bölgesi olsun hem Orta Asya olsun bazen burun şeklimizde daha kemerli görünüm var ve bizim ecdatlarımızdan gelen bir hususiyettir ve bu kemer görüntüsü en önemli problemler şeklinde özünü gösterir. Hem az önce söylediğim gibi hem Azerbaycan'da hem Türkiye'de. Onun haricinde burun ucunun daha da aşağıda olması ya da asimetriler bunlar her yerde gördüğümüz ümumi problemlerdir. Yani daha çok artma sebebi az önce söylediğimiz gibi istifade ettiğimiz mobil telefonlardan daha çok öz çekimlerimizin artması ve az önce söylediğimiz gibi biz bu ameliyattan %100 fayda göreceğini bilen bir pasient hakkıdır ki isteyebilir. Çünkü yani sonuçta hayata bir defa gelirik. Sadece yani aynaya baktığında her seferinde istemediği bir görüntüyü 3-3,5
3 saat yarım kim bilir, Anestezi altında bir risk değil aslında. Yani çünkü çok güzel anestezi uzmanları faaliyet gösterir sizin çalıştığınız klinikada. Tabii ki hamısı nəzərə alınır ama yani bir insan güzellik kurban talep edir derisi altında bunu edir ve ona göre de bütün her şeyi nəzərə almış olur. Sağlamlığın üçün əlindən gələni et. 012 510 32 78 nömrəsini yığ və sualını həkimə ver. Doktor, ümumiyyətlə istəyirəm biz yani burundan danışdıq, qulaqdan danışdıq, etap keçirik boğaz. Bununla boğaz xəstəlikləri, bu da kifayət qədər geniş yayılmış bir xəstəlikdir. Universal bir sahədir. Yəni buradan çox kənarlara çıxışlar var boğazın xəstəliklərlə bağlı. Mən uşaqlar üzərindən toxunmaq istəyirəm. Bizdə məsələn uşağın boğazı tez-tez gəlir deyə bir ifadə var. Əslində bu iltihabi bir proses baş verir və oradakı o artıq ət, yəni bu bir tendensiyadır. Dərhal aparım onu həkimə, onu kəssin, uşağın da canı qurtarsın, mənim də. Bunun əks göstərişləri, bunun ziyanı, ümumiyyətlə uşaqlarda neçə yaşdan sonra bu əməliyyat icra olunmalıdır? Çok güzel qeyd ediniz. Uşaqlarda artıq ət ya da diğer adı adenoid olarak bilinir. Bu problemləri çox sıx görə bilirik. Yəni əslində artıq ət ya da adenoid bizim immun sistemimizin bir parçasıdır. Yəni bu limf bezlerinden dediğimiz limf düğünlerinden kaynaklı burun arka kısmında yerleşen bir organdır. Biz ne vaxt bunu daha çok problem haline gelebilir uşaqlarda? Valideynlər xüsusilə çox narahat olur. Eğer bu artıq ətin ölçülərində həddindən artıq böyümə olursa, uşaqlarda xorlama, uşaqlarda ağız açıq yatma, baş boyun bölgesinde terleme, sık sinüzit dediğimiz ya da karmanit dediğimiz iltihaplaşmalar ya da yayınımızın başında söylediğimiz gibi orta kulakta təbil pərdəsinin arkasında maye yığılmasına sebep olabilir. Eğer bu tür yani bu az önce sadadığımız əlamətlər, xüsusiyyətlər uşaqlarda varsa o zaman bir kulak burun boğaz mütəxəssisinin görüp müayinə etmesi lazımdır. Biz hazırda istifadə etdiyimiz teknolojik endoskopiya ilə birbaşa bu burnumuzun arkasında adenoid ya da artıq ət dediğimiz organı görebilirik ve onun ölçüsü hakkında fikir sahibi olabilirik ve uşaqlarda bu sadece əməliyyatsız mı ya da əməliyyatla mı devam edelim bunun qərarını dəqiqləşdirə Az önce söylediğimiz gibi uşaqların baş boyun bölgesi gelişme aşamasında onların inkişaf mərhələsi yani inkişafı daha tamamlanmadığına göre bu bölgede olan artıq ətdəki problemler yanlış inkişafına sebep olabilir ve bu ilk başta yani erken diagnozda %100 fayda göreceğimiz şekilde bazen geç kaldığımızda da bunun önleye ya da telafi edebilmirik. Ona göre az önce söylediğimiz uşaqlarda eğer horlama ve en ciddi ve en önemli olan bir yanda nefesin durması. Buna biz tipdə apne deyirik. Nefesin durması uşaqlarda oksigensiz kalmasına, beynin oksigensiz kalmasına sebep olur ve az önce söylediğimiz gibi beyin de inkişaf mərhələsində olduğu için bu da uşağın sonraki hayatında çok ciddi derecede fesatlara sebep belə olabilir. başa düşdüm ki hocam, yaş fərqi yoxdur. Bu mane olursa götürülebilir. Yaş daha çok praktikamızda 2 yaş yarım ve 10 yaş arasında bu çok. Bu hem burun hem boğaza ait. Yani ikisinin de cevabını istiyorum. Bəli, hem boğazda angina dediğimiz bademcikler ya da tonsillaların iltihaplaşması hem de artıq ətin iltihaplaşması daha çok 2 yaş yarım ve 10 yaş arasında daha sık görülür bu problemleri. Enfeksiyon sayının yani eğer çok sık enfeksiyaya maruz kalırsa ve mecbur olarak ve çok sık derman istifade edirsek bu da bu dermanın da yan təsirləri uşaqlarda görebilirik. Ona göre biz muayene sırasında hem enfeksiya ne kadar ne sıklıkta olur
hem de az önce söylediğimiz gibi hem tonsillerin hem artık etin muayene sırasında hem ölçülerini hem de kuruluşlar hakkında fikir sahibi olabilirik ve bunu beraber karar veririk. Az önce söylediğimiz gibi uşaqlar inkişaf mərhələsində olduğu için bu problemleri yaşayan uşaqlarda geç kalmalar bazen telafisi olmayan ciddi fəsadlara yol açabilir. Ümumiyyətlə, nəinki uşaqlarda, böyüklərdə də doktor, belə bir şey var. Boğazın ağrıysa qaynar çay iç. Bu da doğru bildiğimiz yanlıştır bence. Bəli, çok güzel qeyd etdiniz. Çayın çok isti olması. Çay, su olsun ümumiyyətlə. Bəli, çay yani çok isti bir sadece maye değil yani çay ya da su ya da herhangi bir şey. Yani yiyeceklerimizin de çok isti olmasını istemediğimiz şeylerde yani istemediğimiz ve hiçbir şekilde tavsiye etmediğimiz elementlerden birisi. Çünkü çok isti çay oradaki enfeksiyayı öldürmez. Oradaki Eksine daha da mümbit şeyler. tam tersi eksinden daha da oradaki etraf dokumalara daha çok zarar verebilirik ve bu zarar vermek dediğimiz yanıklara sebep olur ve bu yanıklar sürekli eğer herhangi bir sık çok isti çay içme ya da isti börek yemek gibi bir alışkanlığımız varsa o ağız boşluğunda yemek borusunda yanıklara ve bu yanıklar uzun süreli devam ederse töremeler dediğimiz çok ciddi derecede xərçəng töremelerine de sebep olabilir. Ona göre kesinlikle hiçbir şekilde istemediğimiz bir durum. Doktor, dinləyicimizin bir sualı var. İstəyirəm onu qısa cavablandıraq. Cəmilə xanım soruşur ki, ideal burun forması var mı, yoksa her il trend değişir mi? İdeal burun forması yoktu. Daha çok tebii burun dediğimiz yani bir pasiyentin yüz kuruluşuna göre tebii burun forması vardır ve trend olarak da burun estetik görünüşünde belki de yani biraz daha bizde cemiyette tanınmış kişilerin burnu belki de trend olarak pasientler görebilirler ama az önce söylediğimiz şeyi unutmayalım. Yani herkesin yüz şekli farklıdır, burun şekli farklıdır. Belki trend olarak ameliyat ettiğimiz bir burun 10 yıl sonra ya da 5 yıl sonra trend olmayacak ve o zaman tekrar yeniden mi burnumuzu değiştirmemiz lazımdı. Bu ciddi bir problem. Çünkü sonuçta az önce söylediğim ameliyat olan bir şeydi. 3 saat yarım olan bir ameliyat ve yani az da olsa riskleri de var. Ona göre trendden daha çok az önce söylediğimiz gibi yüzümüze uygun ve fonksiyonu olan burun daha çok tercih edilmekte. Normal, güzel nefes alan ve sifətimizi tam değişmeyen, sifətimize, üz simamıza yaraşan burun. Çok sağ olun cevabımıza göre Doktor Space 104 FM'de bizim kısa bir reklam aramız var. Ondan sonra devam edeceğiz. Mobil mağazalarında möhtəşəm indirim. Neon su qızdırıcı 24 kW fanlı indi 187 manat değil 149 manat. Gülben duşlu ayaq dəstəyi 84 manat 90 qəpik değil. Cəmi 58 manat 90 qəpik. Arada radyoda Radyo Space'de ilk geçirişi təxminən bir 10 Sahipkarların 10 dikkatini talep eden 500 bin manata kadar biznes kredini ilk 14,5 faizden başlayarak 36 aylık müddete tam online şekilde. Burunla boğazda olan şişler, töremeler. Boğazda, boyunda, başta bir şey. Mesela onları reklam öncesi deyip sonrasında tanışsak daha. O da yanlış şey dersin. Ya onlar yanlış anlamıyor sadece o şeyi size söylüyorum. Her bir şey diyor bir şey var. Teşekkür ederim. Bu şekilde cevabınızı gözledim. Estağfurullah. Ağıl üstün değiller. Ben her zaman. Reklam artık öyle. İstəyirsinizsə qeyd edin, səsimizdə dəyişiklik var və mən siqaret çəkirəm, səsimizdə dəyişiklik var, səsimizdə azalma var ya da boynumda əlimə gələn bir şişlik var, ağrı. Yani ağrısızdır ya da ağrılıdır. Keçid edeceğim. Yani boğazdan, şişlerden keçid, oradan da boyuna geçeceğim. 1, 2, 3, 4, 5.
bu gece sizinle. Ben birinci gündə məncə rahat işləyirəm. Yəni kökümləyəcəm. Rahat deməsin, belə bu da özü də görsünüz, sadə şeylər. Yox, indi Biraz mən əl alışqanlığı var, biraz reflekslər zaten. özü itirirsən. Lap gördün nəsə, yox, ən bədəvətdə, gördün nəsə çətin vəziyyətdəsən, avtomatik Maşın sürmək istə. Hə. Maşın sürmək bundan çətindir. O istəyir. Yox, məsələn, yox, ən çətin vəziyyətdə üstündə də bir şey baş verir. Avtomatı bas qoy, səsini söndür, qoy mahalli getsin, sən burada rahat ol. Elə də eləyirsiniz. Ben çok sık görürüm sizi. Yani görmesem bile yani sanki daha önce başka hardaydınız. Mən 13 il televiziya işləmişim hocam. Space'te mi yoksa? Yox, aynı istir var idi. Aynısı. Diğerine bakın hanım çok. Sifət çok tanıdık geldi bana. Raffle Edition Akşehir'de premium yaşayış kompleksi, geniş parking, ağıllı ev sistemi, fitness zalı, konsiyaj hizmeti, 7-24 44, 50 saniyemiz, 50, 1 dəqiqə 4 saniyemiz. www.raffle.az ve 050 288 Şapka ne diyorsun? Grupta bir iki tanesi yazıp sual verdim. Yazılmadı herhalde sürem yetmediğine göre. Bir iki tane sağ soruşanlar olup. Bizdən canlı yayında. Evet. Yox, mən verdim axtarmışsın. Diqqətim buradadır. Ünvanı soruşurdu bir nəfər. Onu yazdım. Onda Bahar xanım oradaydı. Sualları buradan okuyup veririm. Hı hı. Belki de zaman yetişmemiş olabilir. Gözün. Babacısınız. Yanına basarsınız. Gözün. Niye? Şok. 25 kilogramlık Fab Sonra Kim sonra- Kağıt yapıştırıcısı. 7 manata değil, 4 Sağ olun. manat 90 qəpik. Hər ikisi də ustama hədiyyə kuponu var. Fab faydasını alanlar bilər. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Sağlamlıqla bağlı suallarınıza dərhal cavab tapmaq istəyirsiniz? Ən yaxşı həkimləri sizin üçün əl çatan edəcək. Sadəcə radio diaqnoza qoşulun və canlı efirdə ilkin diaqnozu bizdən eşidin. Həftə içi 5 gün saat 19:00-da Radio Space 104 FM-də Amil Hacıyevin təqdimatında dinləyə bilərsiniz. Radio diaqnoz. Unutmayın, düzgün diaqnoz doğru həkimi tapmaqdan başlayır. Bir daha akşamınız xeyir olsun. Bakının tıxaclı havasında çalışırıq ki, bu tıxacda oturanlar məhz belə deyək, vaxtlarını boşa keçirməsinlər, səhhətləri ilə bağlı sualları varsa bizə yönləndirsinlər, biz də onlara fayda olaq. Radio diaqnoz verilişində məhz məqsədimiz budur. Ən yüksək peşəkar həkimləri, mütəxəssisləri dəvət edirik. Bugün həmin peşəkar həkimlərdən biri qonağımızdır. Doktor Elvin Ələsgərov, qulaq, burun, boğaz xəstəlikləri və baş, boyun cərrahiyəsi uzmanı. Türkiyədə təhsil alıb, Türkiyədə çalışıb və nə gözəl ki, Elvin doktor qərar verib ki, vətənə dönüb burada özümüzə, öz xalqımıza xidmət etsin. Doktor, boğazdan danışmışkən istəyirəm şişlərdən də danışaq. Bəzən boğazda bir şişlər olur. İnsanda baxırsan ki, səsi azalır, səsi qalınlaşır, yəni bu problemlər əslində səsdə, boğazda olan bu şişlər daha təhlükəli məncə çalışır. Çünki insanın təkcə sağlamlıq problemi deyil. Məncə insan danışa bilmirsə, psixoloji da bir problemlər yaradır. Sizin sahənizdə boğazda təhlükəli səs tellərində olan şişlər barədə dinləyicilərimizə bir məlumat verin. Çok güzel qeyd ediniz. Yani bizim səs tellərimizin ən önəmli funksiyalarından bir tanəsi özümüzə məxsus səslərin çıxarılması və insan eləyən, yəni danışıq dediyimiz ünsiyyət olaraq da bu səslərlə əlaqə saxlaya bilirik və bu səsləri anlamlandırırıq. Bəli, səsdə dəyişiklik, yəni bunu hər hansı bir pasiyent əgər səsində bir dəyişiklik varsa, bunu sürəsi, yəni nə qədər zamandan bəri bu səsində dəyişiklik var, bu bizim üçün çox önəmlidir. Əgər pasiyent siqaret ya da hər hansı bir tütün məhsulları çox istifadə edirsə,
ya da spirtli içkilerden aynı şekilde istifade edilirse az önce söylediğimiz gibi ses telleri risklidir. Yani bu riskli ses teli xəstəliklər açısından, özellikle de törəmələr açısından riske sahip olur. Eğer bir pasiyentin ya da sigaret çeken birisi sesinde bir değişiklik varsa ve bu sesindeki değişiklik 2 hafta ve daha da üzerinde olursa o zaman hiçbir vakit itirmeden kulak burun boğaz muayenesinde olmasında fayda var. Bunu neden söylüyorum? Eğer erken diagnozda en pis dediğimiz o töremelerin bile %100 mualicesi, tedavi ve ondan kurtulmak gibi bir şansımız var. Çünkü yine söylediğimiz gibi ses telleri sesimizde formalaşmasında en önemli organlarımızdır. Orada olan töremeler ki daha çok risk olan pasiyentler, sigaret çekenler, bu gün içinde bir paçka ya da daha Zərərli çok vərdişlər var. zərərli vərdişlər diyelim sahip olan kişilerde bu ses telli töremeleri aslında riske sahiptiler. Ve bu bölgede çıkan töremeler eğer erken diagnozda baktığımızda o töreme daha diğer etraf dokumalara ya da organımızda herhangi bir yerine sıçramadan biz onu tamamen götürebiliriz ve tamamen bu problemden azat olmuş olabilir. Az önce söylediğim gibi ya da bazen boyun nahiyesinde boğazımızda elimize gelebilir ya da düzgünün karşısında şişlikler hissedebiliriz. Bunlar da çok sık gördüğümüz en önemli alametlerden biridir. Bu boynumuzda lenf düğünleri dediğimiz limfa düğünleri yerleşir ve bu limfa düğünleri bizim hem immün sistemimizin bir parçası hem de baş boyun bölgesinde olan herhangi bir normal haricinde bir bu enfeksiyon olabilir, bu töreme olabilir. Bu tür durumlarda o limfa düğümlerinde şişkinlikler, bunun artık büyümeler olabilir ve boyun nahiyesinde bu hariçten gözükebilir ya da elimize gelebilir. Yine az önce de üzerine tekrar söylüyorum, bu tür problemler olduğunda hiçbir vakit bitirmeden kulak burun boğaz mütehassısının görmesinde fayda vardır. Çünkü erken diagnoz, erken muayene ve erken tedavi her zaman, erken muayene her zaman hastanın yararındadır, her zaman doktorun da yararındadır tabii ki. Ve bundan sonraki dönemde de sağlıklı yaşamınızı devam ettirme açısından çok önemlidir. Bəli, əgər belə bir problemlərlə qarşılaşmaq istəmirsinizsə, vaxtında müayinə oluna bilərsiniz. Vaxtında həkim mütəxəssislərə müraciət edib riskli. Çünki bu limfa düyünlərini biz belə deyək, ciddi almalıyıq. Bununla zarafat etmək olmaz. Bunun sonu xərçəngə çevrilə bilir. Qarşısı alınmaz bir xəstəlikdir və sonrasını isə demirəm. Doktor, təşəkkür edirəm sizə. Minnətdaram, gəldiniz, ətraflı məlumat verdiniz. Qeyd edim ki, Elvin Ələsgərov, kulak burun boğaz xəstəlikləri və baş boyun cərrahi uzmanı doktorumuz, qonağımız idi. Harmony Health Hospitalda fəaliyyət göstərir. Hospitalımız Salatın Əsgərova 147 ünvanında yerləşir. 010 464 55 55 telefon nömrəsidir və ya 012 464 55 55. Doktorumuz Harmony Health Hospitaldadır. Buyurun, müraciət edin. Hər bir qoyulan erkən diaqnoz bir həyat xilas edir. Bizim radyo diaqnozun şüarı isə belədir ki, təbii ki, düzgün diaqnoz qoyulması, düzgün həkimin, düzgün mütəxəssisin tapılmasından keçir. Mən isə hər birinizə dinlədiyinizə görə təşəkkür edirəm. Yeni iş həftəsində görüşmək ümidi ilə. Alo. Bitti. Ha, все. Vallahi nice oldum ben. Radyo şeyleri çok seviyorum. Televizyona göre. Biraz daha. Bilə səsli gəldi. Bir də buna səslərəm, biliyorsun. Bir nəsə gəlim, amma fırlandı. Ama böyle işte. Salam, Amir Bey. Değerli doktorumuza sualım var. 3 yaşında evladımın sağ boynunda şişliği var. Çok narahatım. Zəhmət olmasa doktora sualım değerli. Oradan ses atma olur. Ses olur. Səs atmaq gəlməyəcək. Mən onun nömrəsini orada mənə verəm. Bu qalsın burada, mən sabaha lazım olacaq.
Ben buradan size nömrəni yazım, verim pasiyentə. Bir dəqiqə bu ne yazdın? Mənim şartımda. Bugün məndən qalmadı. İstəyirsiniz həmən səs göndərin. Yəni sizə Türkiyə nömrəsidir. Yo, olsun ya gönderme bu WhatsApp'ta. Yəni Belki benim o dediğim xəstələrdən ola bilər. 445 Aytaş dadı. Aa, o bizim şey. Hə? Ben bunu deyirəm, özün nömrəsi var. Evet. Ben deyirəm. Demişəm yenə, amma yenə başa salaram mən. Hoca sizə şəxsən məlumat verəcək. Aa, çok güzel yazdınız. Dayandırmısan onu, yoksa yadından çıxır. Beğendim. Yok. Beğendim olsun. Gelir. Bunu götürün. Şun var kardeşim var. Ha? Zahmete sen ben kardeşim. Şun soktu. Yo, ne olsun? Sen anlatıdır.